Sənə ağlar gözüm qurban. Gözü yaşlı, Allah bu əzamızı qəbul eləsin. Xanım Fatıma-i Zəhranın hürmətinə bir kəlmə xanımın tərifində, bir kəlmə. Xanıma nə tərif deyə bilərik, dəyərli hocalarım? O qədər gözəl sözlər, hədislər oxudular xanımın tərifindən. Mən də bir kəlmə şiirlə deyirəm, bir kəlmə şiirlə deyirəm. İsmətullahdır xanım, Xatmi Nəbinin qızıdır. Özü dəryayı kəramətdir, Xuda Kəvsəridir. Savqe-i Kəvsər Əlidir, bu onun əmsəridir. Cövhər-i nabi vilayətdir, həman atifədir. Nə deyim Fatimədən, Fatimə üçün Fatimədir. Necə tərif deyim ona? Elə Fatimə desin kifayət. Necə ki, öz balaları buyurdu ki, anamız Qədir gecəsidir. Qədir gecəsi necə dəyərlidir, əzəmətlidir, bilinmir. Anamızın da dəyəri, əzəməti bilinmir. And ola Surə-i Kəvsərdə gələn ayələrən, and ola Surə-i Kəvsərdə gələn ayələrən, and ola gün dalısı can dolanan sayələrən, and ola bizlərən Qur'an kimi sərmayələr. Yoxdur göylərdə nədə yerdə Xanım Fatimədən, gəlməyib gəlməyəcək bir də Xanım Fatimədən. Yoxdur göylərdə nədə yerdə Xanım Fatimədən, gəlməyib gəlməyəcək bir də Xanım Fatimədən. İmam-ı Zaman ağanın inşallah nəzəri buradadır, əllərimizi qaldıraq, balasının fərəc duasını oxuyaq. İnşallah buradadır, çünki ağlayı bağladana şəxsən özü nazir olar. Ananın adı gələn yerdə bala hazır olar. İmam-ı Zamanın fərəc duasını bahəm oxuyaq. Allahümmə kun li vəlik Həsən salavatükə və əla abai uca fi hadihis ve fi kulli sa'an veliyen ve hafizan ve qaiden ve delilen ve aynen hatta ve tumettiyahu ucadan tavila. Her دختری که ام ابیها نمی شود، هر دختری که ام ابیها نمی شود، هر مادری که مادر دنیا نمی شود، نور تمام
روی هم یک جلوه نور چادر زهرا نمی شود. وقتی که اختیار دعایم به دست اوست، محشر بدون فاطمه برپا نمی شود، برپا نمی شود. Mən sünni qardaşlarımızın hocalarının birindən duydum, dəyərli alimlər, dəyərli hocalar. Xanım Fatimə gələr məhşərə, mələklərin qanadlarında gələr. Xanım çönər bir arxaya baxar, bir geriyə baxar. Sorarlar Fatimə, niyə baxdın arxaya? Deyər, baxdım, gördüm ki, bu məhşər əhli görürlər. Görürlərmi Allah necə məni izzətlə gətirdi. Amma dünyada bunu görmədilər. Dünyada bunu görmədilər. Dünyada mən hamilə ikən məni qapı ilə divar arasında qoydular. Mənim qapımı yandırdılar. Allahu Ekber, Allahu Ekber. Mən çox təşəkkür edirəm. Başda Maria okulu olmaqla bütün dəyərli qardaşlar, xanım bacılara, Şeyx Təqa ağa, xanımı çox zəhmət çəkirlər. Allah onların əcrini versin. İmam Əli Hacının əlindən, xanım Zəhra da xanımın əlindən tutsun. Hacı Cəmal qardaşım dəvət elədi, gəldiyi qismət oldu bugün burada iştirak eləmək. Allaha şükürlər olsun, ilk dəfə idi bu. Doğrudur. Sizdən xəbər alınan ilk dəfədir də bu cür proqram Avropadakı, Almaniyada keçirilir. Xanım Zəhradır, yəni Muharrəm var. Amma Əyyam-ı Fatimiyyə, xanım Zəhra, Azərbaycanda da, Bakıda da 20 gün keçirildi. 20 gün. Azərbaycanda, Bakıda. Bütün camilərimizdə, məscidlərimizdə, Hüseyniyyələrimizdə Azərbaycanıma salam olsun, Bakıya salam olsun. Salamlayıram xalqımı, millətimi. Bizim də gündə şəhidlərimiz var. Allah şəhidlərimizi rəhmət eləsin. Gündə Qarabağdan şəhid cənazəsi gəlir Azərbaycan. Allah hamımızın acımızdır bu. Hepimizin acısıdır. Hepimizin acısıdır bu. Hepimizin dərdidir. Əzizim başdan ağlar. Kiprikdən, qaşdan ağlar. Şəhidim verən ana, şəhid oğul verən ana durar o başdan ağlar. Anaların gözü yaşlıdır Azərbaycanda, şəhidlərimiz var. Allah Taala bütün şəhidlərimizi rəhmət eləsin. Bədirdən Kərbəlaya qədər, Kərbəladan günümüzə qədər bütün şəhidlərimizə salam olsun. Hadi TV-yə xüsusi təşəkkür edirik. Bu proqramı yayınlayır bütün dünyaya və bütün əməkdaşlar, bütün zəhmət çəkənlər, nəvi qardaşım, ömürləri uzun olsun. Xanım Zəhradan əvəz alsınlar inşallah. Ekran başında bizi izləyən bacı qardaşların, hər yerdən izləyənlər, Allah Taala hamının əcrini versin inşallah. Bir kəlmə, gönlü burada olub gələ bilməyənlərin də tərəfindən və burada olanların tərəfindən, xəstələrimizin tərəfindən Xanım Zəhranın adın bir də deyəcək və ondan da mənim zəhmətim bitir. İnşallah proqramımız da sona yetir. Sənə ağlar gözüm qurbaya,